Salam, hər vaxtınız xeyirli olsun. Safiyyənin mətbəxinə xoş gəlmisiniz. Bugün sizlərlə gül kələm turşusunu necə hazırladığımı bölüşmək istəyirəm. Bunun üçün bütün tərəvəzləri və balonumuzu yaxşıca yumuşam. Balonu sterilizə etmək ehtiyac deyil. Və içərisinə 3-4 ədəd dəfnə yarpağı əlavə edirəm və 3 sap tərxun əlavə edirəm. Sarımsaqla hazırlayanlar içərisinə sarımsaq da əlavə etsinlər və mən dənəvər isot, acı dənəvər isot və ətirli dənəvər isotdan istifadə etdim. Yəni həqiqətən bu iri dənəvər isotlar turşuya çox gözəl ətir verirlər. Və içərisinə öncə xırda ölçülü gül kələmləri əlavə edirəm və doğradığım formalı doğradığım kök, yəni gedişatda xanımlar maraqlandığına görə kökü nə cür bu formada doğradığımı da göstərəcəm. Və 2 rəngli bibərdən, mən qırmızı və yaşıl bibərdən 2 kiloluq balon üçün yarı qırmızı bibər, yarı yaşıl bibərdən istifadə etdim. Arzu edənlər öz zövqünüzə görə acı bibər də əlavə edə bilərsiniz. Və balona kip olacaq şəkildə yığıram. Deməli, mən acı bibər və sarımsağı, yəni bu turşunu evə qonaq gələrkən bəzən qonaqlar acılı, sarımsaqlı istəmədiyinə görə bu turşunu məhz həm sarımsaqsız, həm də acısız şəkildə hazırladım. Ancaq siz öz zövqünüzə görə balona 4-5 ədəd diş, yəni 4-5 diş sarımsaq əlavə edə bilərsiniz. Və mən gördüyünüz qaydada kip olacaq şəkildə gül kələmləri yaxşı üstündən basaraq yığıram. Məndə orada 3 sap gül kələm artıq qaldı və onu da səhərsi gün turşu bir balaca yumşaldıqdan sonra balona əlavə edəcəm. Məndə 2 litrlik balon olduğuna görə mən 2 litrlik balona 2 xörək qaşığı yarım duz əlavə edirəm. Qeyd edim ki, istifadə etdiyim duz pendir və turşu duzudur. Və üzərinə mən gül kələmləri pörtlətmədiyimə görə üzərinə qaynar su əlavə edirəm. Əgər siz pörtlətsəniz, o zaman adi soyuq su ilə də hazırlaya bilərsiniz. İndi isə sirkə, deməli mən yarısına qədər üzüm sirkəsi və yarısının yarısı qədər də ev üsulu hazırlanan tut sirkəsi əlavə etdim. Əgər siz sırf ya üzüm sirkəsi ya alma sirkəsindən istifadə etsəniz, o zaman 1 stəkan dolu 2 litrlik balona sirkə əlavə edəcəksiniz. Və üzərinə qalan hissəsində qaynar su ilə doldurub qapağını yaxşıca bağlayıram və balonu bu cür biraz silkələyərək, yırğalayaraq duzun bir balaca hər tərəfə yayılmasına, yəni həll olunmasına köməklik edirəm və turşumuzu mütləq nəzarətdə saxlayırıq. Daşmahalı ola bilər, suyu biraz azala bilər. Əgər suyu azalsa, üzərinə təkrar biraz soyuq su əlavə edəcək. İndi isə kökü nə cür doğradığımı da xanımlarla bölüşmək istəyirəm. Deməli, biraz iri ölçülü kökü yumru halqa kəsdikdən sonra, baxın gördüyünüz kimi balaca 3 bucaq və tam qarşı tərəfindən 3 bucaq kəsirəm. Və indi onların tən ortasından kəsib, indi də onların hər ləçəyin ara hissəsindən də xırda 3 bucaqları kəsib çıxardıram. Yəni, həqiqətən çox asan üsulda, ancaq turşularımıza çox gözəl görüntü verir. Məndən bu qədər. Siz isə mənə dəstək olmağı unutmayın. Sağ olun, Allaha əmanət olun. Gələn videolarımda görüşənədək.